Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, deməli bir deməli mövzu gəldi zehnimə. Mənim xətrini çox sevdiyim, bir kiçik olaraq xətrini çox sevdiyim bir müasir alim var. Türk qardaşlarımızdandır, Sinan Canan bəy. Deməli, Sinan bəyin bu yaxınlarda bir söhbətini gördüm. Orada müxtəliflikdən danışdı. Bu mənim zehnimə bir mövzu gətirdi. Hal-hazırda bir kitab üzərində çalışıram. Və o həmən kitabdan bir hissəni yadıma saldı, Sinan bəyin o söhbəti. Və onunla bağlı bir mövzu zehnimə gəldi. O mövzunu biraz belə zehnimdə formalaşsın. Spontan olaraq dilə gətirəcəyəm və bölüşəcəyəm. Amma indilik bir qısaca olaraq Cavid əfəndini mütaliə edirdim və İki şeirə rast gəldim dostlar. Mən istəyirəm o şeirlər haqqında söhbət açım. Deməli dostlar, istəyirəm sizi bu günləri sizin xatirinizə öz imkanların çərçivəsində Cavid əfəndinin sevgi aləmindən söhbət açım dostlar. Bu iki şeir mənə o qədər belə ləzzət elədi ki, yenidən mütaliə eləyəndə Cavid bəyi istəyirəm yenidən həm də mən oxuyum və yenidən Cavid əfəndinin sevgisini aktuallaşdıraq. Amma əlbəttə ki, dostlar, həmişə dediyim kimi biz çalışaq ki, ədəbiyyat dünyasını, yəni xalis ədəbiyyat dünyasını bizim bu primitivliklərlə dolu, müəyyən məyusluqlarla dolu, müəyyən qüsurlarla dolu, çatışmazlıqlarla dolu bu real həyatımıza çox qatmayaq dostlar, yaxşımı? Yəni ki, çalışaq ədəbiyyatı, xalis ədəbiyyatı bizim bu bayağı reallıqlarımızla ləkələməyək. Deməli, biz ədəbiyyat aləminə girərək, orada bu sevgidən ləzzət alaq və bunun sadəcə əsas etibarilə bir ideal olduğunu unutmayaq. Yaxşımı dostlar? Çünki bizim həyatda, bizim öz belə real həyatımızda, məişət həyatımızda biz hiss etdiyimiz sevgiləri müəyyən hədlərdə yaşaya bilərik də. Yəni, bizim edə biləcəklərimizin sərhədi var. Ona görə də orada başqa şərtlər də olmalıdır. Amma sırf ədəbiyyat aləmində biz Cavid əfəndinin sevgisindən ləzzət alaq və nəyi götürə biləriksə, onu götürək dostlar. Yaxşımı? Yəni ki, qısaca təkrarlayım ki, bu aləmi ləkələnməməyə çalışaq. Yaxşımı dostlar? Orada ləzzət alaq. Bir ədəbi dünya içərisində bəlli bir zövq və dərk etmə və bilgilənmə yaşamağa çalışaq dostlar. Bu çox məşhur şeirdir, amma mən yenidən oxumaq istəyirəm. Burada deməli biz bu haqda danışmışdıq dostlar ki, təkrarlamaqda fayda var. Cavid əfəndi xalis sənətkar olduğu üçün o, belə demişik, bizim hər birimizin əslində dərinlərdə övliya ilə, yəni möminliklə, belə deyək, xalis möminliklə ki, bunu dini mənada başa düşmək lazım deyil. Bu, bəlli bir insani xassədir. Yəni, çox onun yaranma, meydana çıxma, yetişmə haləti, mühiti ənənəvi dinlərin çərçivələrini çox aşan bir nəsnədir. Ona görə də biz onu sadəcə dinlərin çərçivəsində saxlaya bilməliyik. Bizdə övliyalıqla əqrabalıq var, sənətkarla əqrabalıq var və filosofla əqrabalıq var daxilimizdə. Ona görə də biz xalis ədəbi və fəlsəfi və
ruhani aləmlərə girəndə istər-istəməz o qohumluğu hiss eləyirik, düzdür dostlar? Və mən burada Cavid Əfəndinin bax o övliyalığa, o möminliyə keçid hallarını istəyirəm göstərim, yenidən aktuallaşdırım öz imkanlarım çərçivəsində. Baxın, deyir ki, bax, yəni şeirini oxuyaq və o məqamlara diqqət edək dostlar. Deyir, bax, hər qulun cahanda bir pənahı var. Hər əhli halın bir qibləgahı var. Hər kəsin bir eşqi, bir Allahı var. Mənim Tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da. Sevgi xoşdur, sonu fəryad olsa da. Uğrunda mənliyim bərbad olsa da, son dildarım gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər. Sevgisiz bir başda əqrəblər gəzər. Nə görsəm, hangi bəzmə etsəm, güzər, həp duyduğum gözəllikdir, sevgidir. Yəni, Cavid Əfəndi burada nə deyir? Deyir, mənim Tanrım gözəllik və sevgidir. Gözəl nə olursa olsun, necə cəlladlıq eləyərsə eləsin, nə qədər bizi, qəlbimizi yaralatsa da yaralasın, nə qədər bizi incitsə də incitsin, gözəl həmişə sevimlidir. Sevginin sonu fəryad olsa da belə, yenə də gözəldir. Bizi xoşdur, sevgi xoşdur, sonu nə varsa olsun. Mənim mənliyim ideallarımın uğrunda bərbad ola bilər. Fərqi yoxdur. Son dildarım yenə də gözəllik və sevgidir. Burada Cavid bəyin ruhu, xalis sənətkar, mütəfəkkir ruhu qəhrəmanəliyə, ruhi qəhrəmanəliyə keçid edir dostlar və möminliyə keçid edir müəyyən dərəcədə, düzdür? Deyir, bax, gözəlsiz bir gülşən zindan kimidir. Bəli, gözəllər olmadan necə alar dünya, bir zindan olar, deyil. Sevgisiz bir başda əqrəblər gəzər. İnsan həmişə zehnini, beynini eşqlə təcris eləməlidir. Yəni, mümkün qədər çox eşq insan olmalıdır. Mənim bir dostum var idi, Dalğa Xatnaoğlu, ədəbiyyatçı idi və həm də yaxşı bir mütəxəssis idi. Hər tərəfli bir çox keyfiyyətli bir insan idi. O həmişə mənə deyərdi, Rüstəm, yəni hər fürsətdə də belə deyim, Rüstəm, insan eşq insanı olmalıdır. Mən sonralar başa düşdüm ki, Dalğa nə qədər də belə haqlıdır da, mən onun nə qədər haqlı olduğunu sonralar daha dərindən başa düşdüm. Bax, Cavid bəyin də buradakı o halı, o təmiz halı, təmiz sevgisi, yəni eşq insanı olması çox aşkar görünür dostlar. Deyir, nə görsəm, hara getsəm, hər yerdə gözəllik duyaram və sevgi duyaram. Bu, həm də nədir dostlar, mən bu məsələyə gələcəyəm. Bunun Sinan bəyin dediyi o elmi məqamla da bağlı var, elmi fəlsəfi məqamla da bağlı var. Mən bunu genişlədəcəyəm müəyyən qədər, başqa bir videoda. Biraz zehnimdə o formalaşsın, o puzzle'lar yerinə tutsun, bəlli bir təsəvvür əmələ yazsın, aydınlaşsın, onu söhbətə çevirəcəyəm, sağlı olsun. Fəqət buradakı da məsələ nədir dostlar? Cavid bəyin zehninin aparatına diqqət eləməliyik biz. Yəni, o aparat necə, bilirsiniz, sənətkarın gözləri, sənətkarın o qavrayışı, buna toxunmuşdur biz bu yaxınlarda, o qiymətləndirici aparatı dünyanın müxtəlif yerlərində necə sevgini və gözəlliyi görür və bizi də belə deyək, sürükləyir mi deyim, sözün yaxşı mənasında sürükləyir, vadar eləyir ki, onun gözləri ilə dünyaya baxaq və oradakı, onun sayəsində oradakı gözəllikləri və sevgini görək. Bir budur dostlar, əlbəttə ki, bu dediyim kimi də biz bunu ədəbiyyat aləmində eləyirik. Yəni, bizim belə real həyatımızda bizim
edə biləcəklərimiz var, edə bilməyəcəklərimiz var. Biz sevgimizi reallaşdırmağımız üçün müxtəlif cür başqa şərtlər də olmalıdır. Amma bunlar idealdırlar da. Yaxşımı dostlar? İdealdırlar bunlar. Yəni bunu yadda saxlamaq lazımdır. Bir şeir də var, çox gözəl şeirdir dostlar. O qədər belə mütəəssir edicidir ki, onu da oxumaq istəyirəm. Cavid bəyin sevgisini burada hiss eləyəcək. Möminvari dalğasını. Möminvari dalğada necə? Möminvari dalğalara keçid etməsini, necə o xalis sənətkar olaraq necə belə ruhiliyini hiss eləyəcək dostlar. Burada Cavid bəyin. Gəlin baxaq. Vərəmli qız, bir vərəmli qıza, yəni bir xəstə qıza, sağlamlığında bir problemi olan bir qıza bu şeiri həsr edib Cavid bəy. Bax. Sarı gül, ey şikəstə, solğun nur. Neçin alude-i xəyal oldun. Çeşmi nazində başqa rəmz oxunur. Söylə, bir söylə, sən neçin soldun. Düşünüb durma böyle incə, dərin. İncəlik ya dərinlik afətdir. Nerdə əvvəlki dadlı cilvələrin, bu nə halət, nasıl qiyafətdir. Yəni burada dostlar necədir? Cavid bəy bir sağlamlığında problem olan bir qızı görür və mütəəssir olur. Müəyyən qədər kədər hiss eləyir, qüssə hiss eləyir və fəqət ona bu halında ona o gül kimi görünür. Sarı gül. Nurludur, amma nuru solğundur. Biz burada Cavid bəyin sevgisini, insan sevgisini görürük dostlar. Yəni biz burada sevgini dar, məhdud mənada başa düşməməliyik. Çünki sevginin müxtəlif cür növləri var. Genişləyən bir sevgi var. Çox insani mərhələlərlə bağlı, başqa fərqli insani mərhələlərlə bağlı sevgi var. Sonra məsələn üçün sevgi həm də nədir? Məsələn, belə bir söz var dostlar. İki söz var, o çox dərin sözlərdir. Deyir, səni sevirəmsə, bundan sənə nə? Bu da çox dərin bir sözdür. Və daha insani sevgidir və bir də ənənəvi bir söz var. Mən qulu sevirəm, onu yaradandan ötürü. Yəni varlığa olan eşq məsələsi var da burada. Yəni biz sevgimiz həm də varlığa duyulan sevgidir. Yaradıcı qüvvəyə duyulan sevgidir ki, o belə sevilməyə layiq, sevilməyə açıq, sevilmək üçün bu qədər çox nəsnələr ortaya çıxardıb, mənzərələr ortaya çıxardıb, təzahürlər ortaya çıxardıb. Bu səni onları yaradana sevgiyə yönəldir, düzdür? Burada həm də o məsələ var və bir də səni sevirəmsə bundan sənə o nədir? O bizim sevdiyimizə duyduğumuz sevginin böyüklüyüdür. O elə bir sevgidir ki, daha insani, daha ali sevgidir ki, sevdiklərimizi uzaqdan uzağa belə qucaqlaya bilər, qorumaq istəyə bilər, öz içinə almaq istəyə bilər, düzdür? Onu o bir sevgi haləsi ilə belə bürüyə bilər. Onu həmişə qorumaq istəyər, onu həmişə səadətli görmək istəyər, səadətli olmasını istəyər. Yəni bu həm də nədir? Yəni sənə olan sevgim o qədər dərin, geniş, belə insanidir ki, hər şeydən öncə sənin nəyə lazımdır ki, mən sənə sevəcəm, yox, sənin sevgim o qədər genişdir ki, sənin varlığından zaten mən, var olmağından, sağlam olmağından, xoşbəxt olmağından, səadətli olmağından zaten böyük bir səadət və xoşbəxtlik duyuram. Bu həm də bu mənə ilə, bu hallarla bağlı bir sözdür o, çox dərin sözdür, bir filosofun sözdür. Səni sevirəmsə, bundan sənə nə? Bununla bağlıdır. Cavid bəyin də buradakı sevgisi, bax, buna bənzər bir sevgidir həm də. Yəni orada sağlamlığında problemi olan bir xanıma sevgisini bildirir həm də, bax. Düzdür ki, onun o halından məyus olur, qüssələnir, amma bununla belə yenə də onun gözəlliyinin fərqindədir. Yəni onun hələ də
yenə də gözəl olduğunun fərqindadır və ona sevgisini bildirir. Deyir, bəs əvvəlki cilvələrin hardadır? O insan sağlamlığında problem olanda əlbəttə əvvəlki kimi olmur, düzdür? Mən dilərdim ki, cümlə züvvarın sənə həmşirə-i səfa deyələr. Neçin ağlar nigahı bimarın səni qoynunda bəsləmişmi kədər? Ah, bilməm nə sehir var səndə, könül ancaq səninlə nəşə bulur. Sən mələksin, təvərrüm etsən də yenə ruhim səninəsirin olur. Yəni deyir ki, nə olursa olsun, sənin sağlamlığında problem olarsa da belə, sən bir mələksən. Səndə elə bir sehir var ki, mənim ruhum yenə də səninəsirin olur. Bu, Cavid bəyin sevgisinin, insani sevgisinin hər şeydən öncə ifadəsidir, dostlar. Bunlar bir mədəniyyətdə olması, yəni bizim üçün böyük bir fəxarətdir. Cavid əfəndi kimi münəvvərlərimizin olması bizim üçün böyük bir fəxarətdir. Onlar, bax, görürsünüz, necə mənbələr, qaynaq sevgi mənbələrdirlər. İnsanı qəlbində ali duyğular oyadası mənbələrdirlər. Bunlar, dostlar, hamısı mənəvi mədəniyyətimizin, bax, bizim özümüzün bu qədər böyük dəyərlərimiz var, gördüyünüz kimi, və bunlar biz nə qədər bunun qədrini biləcək, bundan bəhrələnəcək belə insani xassələrimiz olduqca həmişə bizim üçün gərəkli və dəyərli olacaqlar, dostlar. Və həm də bu, nədir? Bu, qadın zərifliyini, nə varsa olsun, gözəlliyini, böyüklüyünü və dəyərini göstərir. Belə şeirlər, dostlar. Bunlarda çox əhəmiyyətli məqam vardır. Gəlin bir dəfə də sonuncu bəndə oxuyaq və söhbətimizi bitirək. Deyir, sən xəstələnmisən, amma ah, bilməm nə sehir var səndə, könül ancaq səninlə nəşə olur. Yəni, mənim könlüm ancaq sənin sayəndə nəşələnir, sevinç duyur. Sən mələksən, təvərrüm etsən də, nə olursa olsun, yenə ruhum səninəsirin olur. Nə olarsa olsun, mənim ruhum səninəsirindir, sən bir mələksən. Böyle dostlar, hələlik, özünüzdən müğayət olun, söhbətlərimiz davam edəcək. Mümkün qədər sevgi ilə qalın. Amma əlbəttə ki, dostlar, əvvəlki söhbətimə gedirəm. Bunlar bir idealdırlar, bunlar heç də həmişə aktual, mən zannədirəm, qala bilməzlər əlbəttə, eniş çıxışlar olacaq. Bəlkə də belə olmalıdır ki, biz bunların qədrini daha yaxşı bilək. İstənilən halda idealdır da, yəni burada biz o mütləq, bu mövzu içərisində mütləq, elə çox mövzularla bağlı, mütləq qalibiyyət yəqin ki, alına bilməz. İdeal olaraq qalmalıdır, amma ədəbiyyat dünyası içərisində o təmiz aləmdə bunlardan zövq ala bilərik, bəhrələnə bilərik və qəlbimizi işıqlandıra bilərik. Hələlik dostlar, əzizdən müğayət olun.